sənin ətrafında olan fasik insanlar, günahlarla Allaha gecə-gündüz qarşı gələnlər sənin pis sonluqla ölməyinin səbəbidir. Lakin salih insanlarla oturub durmağın gözəl sonluğun səbəbidir. Allah Teala deyir ki, qəlbini zikrimizdən qafil elədiyimiz və öz nəfsinin istəklərinə tabi olan, işində heç bir səmərəsi olmayana tabi olma, itaat eləmə. Adam Allaha ibadət eləmir. Adam Allaha ortaq qoşur. Adam zina eləyir. Adam içir. Adam çəkir. Adam bütün günü münkər məclislərindədir. Sən də onunla bir yerdəsən. Hətta bəziləri namaz da qılır, ibadət də eləyir. Sən hansı imanı daşıyırsan özündə, sən orada otura bilirsən. Onları tərk eləsən, Allah Teala qarşıya elə insanlar çıxardacaq ki, onları tərk eləməyivə görə böyük bir fərəh hissi keçirdəcəksən ki, Elhamdülillah, həmd olsun Allaha ki, Allah Teala məni fasiqlərdən ayırıb salihlərə qovuşturdu. Yusuf əleyhissalam Allaha nə deyir? Əlhiqni bis salihin. Məni salihlərə qovuşdur. Kimlər idi salihlər? Peyğəmbərlər və onların yollarına gedənlər.